5 gündən çoxdur Moskvada mobil internet və şəbəkədə fasilələr yaranmağa başlayıb. İstifadəçilər veb saytların və mobil tətbiqlərin yüklənməsinin dayandırılmasından şikayətlənməyə başlayıblar. Bəziləri şəbəkənin tamamilə itməsi ilə üzləşib. Problemlər 4 böyük mobil operatorda MTS, Megafon, Beeline və Tele2-də müşahidə olunub. Bununla belə kəsintilər şəhərin rayonundan asılı olaraq dəyişir. Moskvada, Peterburqda və Rusiyanın digər regionlarında mobil rabitə əlaqəsinin müvəqqəti kəsilməsi, təhlükəsizlik sisteminin qurulması və mobil şəbəkəyə, prinsipcə Rusiyanın infrastrukturuna, düşmən hücumlarının bloklanmasına, reaksiya sisteminin yoxlanılması ilə əlaqədardır. Düşünürəm ki, bu müvəqqəti xarakter daşıyır. Başa düşmək lazımdır ki, xaricdən təhdid halda əlbəttə ki, Rusiya internetin tam söndürülməsinə hazır olmalıdır. Rusiyadan mobil internet kəsintiləri 2025-ci ilin may ayından bəri müntəzəm olaraq baş verir. Hakimiyyət orqanları bu kəsintiləri Ukrayna dronlarına qarşı mübarizə ilə əsaslandırır. Məsələn, martın 9-da səhər bütün Sankt-Peterburq şəhərində internet xidməti 6 saat kəsilib. Kəsinti öncəsi Leningrad vilayətinin qubernatoru Aleksandr Drazdenko PUA hücumu təhlükəsi barədə xəbərdarlıq edib. Moskvadakı internetdə yaranan problemlərin səbəbi isə məlum deyil. Kommersantın telekommunikasiya bazarındakı mənbələri iddia edir ki, telekommunikasiya operatorları şəhərin müəyyən ərazilərində mobil interneti məhdudlaşdırmaq əmri alıb. Bu, həmçinin mobil rabitə ilə bağlı problemlərə səbəb olub. Bu kəsintilərin nə qədər davam edəcəyi və bu ərazilərin seçilməsi meyarları da məlum deyil. Kreml paytaxt və digər böyük şəhərlərdə mobil rabitənin söndürülməsini təhlükəsizlik tədbirləri ilə əlaqələndirir. Kiyev getdikcə daha mürəkkəb hücum metodlarından istifadə etdiyindən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün texnoloji cəhətdən inkişaf etmiş əks tədbirlərə ehtiyac var. Ona görə də Rusiya vətəndaşları mobil internetin məhdudlaşdırılmasının təhlükəsizliyi təmin etmək üçün tətbiq olunduğuna şübhə etməməlidirlər. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüldüyü müddətdə bu məhdudlaşdırılmalar qüvvədə qalacaq. Ekspertlərin fikrincə yaxın vaxtlarda Rusiyada internetin tam söndürülməsi də sınaqdan keçiriləcək və hazırda baş verənlər internetin söndürülməsinin məşqidir. Əhali bunu başa düşməlidir. Əlbəttə ki, müəyyən narazılıq var. Düşünürəm ki, mobil rabitənin söndürülməsi yaxın vaxtlarda bitəcək. Bu, Rusiyanın telekommunikasiya sistemlərinə, mümkün düşmən hücumlarına qarşı reaksiya sisteminin məşqidir. Bu, sadəcə ölkənin xarici təhdidlərə qarşı hazırlığının yoxlanışıdır. Bu ilin fevral ayının sonunda Rusiya prezidenti Vladimir Putin mobil operatorların Federal Təhlükəsizlik Xidmətinin tələbi ilə mobil və stasionar internet xidmətlərini bloklamasını tələb edən qanunu imzalayıb. Həmin qanuna görə Federal Təhlükəsizlik Xidmətinə operatorlardan mobil internet və şəbəkəni söndürməyi tələb etmək səlahiyyəti verilib. Qanun martın 3-də qüvvəyə minib. Hazırda qanuna yeni düzəlişlərlə Moskvadakı mobil internet kəsintiləri arasında əlaqənin olub-olmadığını demək mümkün olmasa da, bu qanun qüvvəyə minməzdən əvvəl Moskva sakinlərinin vaxtaşırı mobil rabitə kəsintiləri ilə qarşılaşdıqlarını, lakin bu kəsintilərin o qədər də uzun və ya geniş yayılmadığını söyləmək mümkündür. Fərid Əkbərov, İTV Xəbər, Moskva.